İran müharibəsi davam edirdi. Artıq bu gün, daha doğrusu sabah 60-cı günü tamam olacaq. Mən bu müharibənin bir daha bir belə sadə sualından başlamaq istəyirəm. Bildiyimiz kimi Müstəba Xamneyi də artıq Ayətullah Xamneyinin oğlu da artıq vəfat etdi. Rəsmi mənbələr bunu təsdiqlədi. Baş verə biləcək hadisələrin nə olacağını öyrənmək istərdik. Axşamınız xeyir. Konqresdə bir neçə dəfə səs vermə keçdi demokratların təşəbbüsü ilə ki, Trumpın siyasətini əngəlləsinlər, amma səs qazana bilmədi. Yəni böyük əksəriyyət Trumpa dəstək verdi. Baxmayaraq ki, Trumpın ölkə daxilində reytinqi nisbətən azalıb. Yəni müharibə dayansa da problem həll olunmayıb. Yəni İran ram edilməyib. İrana böyük zərbələr dəyib, iqtisadiyyatı dağılıb. İndi Sepah rejimi çox böyük təhlükələrlə üz-üzədir. Ən böyük təhlükə odur ki, 92 milyon əhalini sosial problemlərini həll etmək, yedizdirmək, içizdirmək, nə bilim, iş yerlərini təmin etmək, zavodların çoxu da vurulub. Məsələn, dünən gələn xəbərə görə elə tək Ərdəbildə 1500 insanın çalışdığı zavod dayanıb. Digər problemləri həll etmək. Sepah bunların altından necə çıxacaq? Rusiya neftini də sata bilmir. Çünki Amerika Hörmüz boğazını çöl tərəfindən mühasirədə saxlayır. İrana isə yeganə gəlir mənbəyi neftdir. Danışıqlar da nəticə vermir. Zaten danışıqlar da getmir. İslamabadda birinci görüş də nəticəsi qaldı. İkinci görüş heç alınmadı da və çıxış yolları axtarılır, amma belə deyək, ortaq məxrəcə gələcəklərini zənn etmirəm Amerika ilə İsrailin. Sadəcə ola bilsin müəyyən müddət atəşkəsə riayət olunacaq, amma bu da nisbi xarakter daşıyır. İstənilən halda o cür gərgin bölgədə yenidən toqquşma ehtimalı gündəmdədir. Və baxın, İsrail ilə Livan arasında da müharibə getdi. İndi orada da güya atəşkəsdir. Amma Hezbollah bir raket atarsa İsrail yenidən Livanın cənubunda hərbi əməliyyat həyata keçirəcək. Təsadüfi deyil ki, Sovet dövründən həmin bölgəni barıt çəlləyi adlandırırlar. Yəni bir qığılcım böyük bir müharibəyə çıxarır. Amma İran məsələsi hələ bitməyib, müharibə dayansa da. İranda rejimin süqutu Amerika üçün başlıca məqsəd. Amma bu hədəfə çatmaq da asan məsələ deyil. Çünki rejim özü, Sepah rejimi özü çox qəddardır. Yəni insanlar etiraz etsə də keçən dəfə olduğu kimi yəqin insanlara qarşı yenidən qətliam həyata keçirəcəklər. Yəni xeyli suallar var ki, bu sualların cavabı yoxdur. Bir hərəkətlənmə də yoxdur, danışıqlar da yoxdur. Nisbi atəşkəs var ki, o da hər an pozula bilər. Çox sağ olun, təşəkkür edirəm. Cavanşir bəy, sizinlə davam etmək istərdim. Daha öncə də canlılarımızda bu mövzunu müzakirə eləmişdik. Belə deyək, hələ ki Elxan bəyin qeyd elədiyi kimi qismi danışıqlar davam edir. Amma sizin düşüncənizə görə bu danışıqlar nəticə verəcəkmi? Yəni bu danışıqların bir nəticəsi olacaqmı? Bu yaxınlarda bilirsiniz, İran Xarici İşlər Nazirinin Pakistana səfəri oldu və həmin ərəfədə də Trumpın belə bir bəyanatı oldu ki, biz İrandan müəyyən təkliflər almışıq. Yəni məncə bu təsadüf deyil və əslində İranın təkliflərini, yəni ən azından mətbuata açıqlanan o bəndlərə baxanda biz görürük ki, burada İran Hörmüz kartını asanlıqla həm buraxmaq istəmir, həm də bunu legitimləşdirmək istəyir. Yəni İran Hörmüz kartı ilə oynayır, Amerika Birləşmiş Ştatları da dəniz blokadası ilə. Yəni qarşılıqlı bir təzyiq siyasəti var. Ən sonunda, bilmirəm, xəbəriniz oldu-olmadı, Ağ Evdən belə bir bəyanat gəldi ki, biz Amerika maraqlarını ön planda tutmayan və İranın nüvə proqramına icazə verən heç bir razılaşmaya imza atmayacaq. Və ondan öncə də İran parlamentinin sədrinin müavini, səhv eləmirəmsə, belə bir bəyanat verdi ki, bizim ağamızın əmri belədir ki, biz deməli Hörmüz boğazında müəyyən imtiyazlar əldə etməliyik və İranın maraqları nəzərə alınmadan əvvəlki kimi, heç nə əvvəlki kimi olmayacaq. Yəni Hörmüz boğazı müharibədən öncəki vəziyyətə heç vaxt qayıtmayacaq. Yəni bu ağamızın əmridir. Yəni bu bəyanatların fonunda məncə burada əsas dilemma odur ki, tərəflərdən heç biri geri addım atan tərəf kimi görünmək istəmir. Ona görə də bu atəşkəs bir növ vaxt qazandırır hər iki tərəfə ki, prosesləri izləsinlər, nə edə bilərik, hansı addımları ata bilərik. Yəni bu Amerikalı bu siyasətşünas var, John Mearsheimer, onun belə bir sözü var. Böyük güclər hər zaman deməli nisbi üstünlüyü axtarır. Yəni bu böhran əslində
həll edilməyə çalışılan bir böhran deyil. Bu idarə olunmağa çalışılan bir böhrandır. Amerika Birləşmiş Ştatları ilə Çinin rəqabəti fonunda. İndi mayın 15 yoxsa 16-sı Trump'ın səfəri olmalıydı Çinə. İndi belə bir iddialar var idi ki, səfər təxirə salınıb. Bilmirəm o səfər həqiqətən təxirə salınıb ya yox. Amma hər halda cənab Trump ora bir növ əli güclü getmək istəyir Pekinə. Ona görə bəli, yəni İran müharibəsini əslində ümumi geosiyasi rəqabətin bir epizodu kimi görmək olar. Sadəcə yaxın şərqdə gedən bir lokal bir müharibə kimi dəyərləndirmək məncə bir o qədər də obyektiv olmazdı. İran bunun bir tərkib hissəsidir. Yəni əsas düyün nöqtələrindən biridir bu enerji yollarında. Deməli ki, Çinə satdığı məhsulun 90%-ni, xüsusən neftin Çinə satır. Yəni bütün bunları hesablasaq, bəli. Üzr istəyirəm, sözünüzü kəsdim. İfadənizdə qeyd etdiniz Çini. Çini biz həm Orta Asiyanın, həm Yaxın Şərqin, həm görünən əli, həm də bir tərəfdən də görünməyən əli kimi qeyd edə bilərik verdiyi gizli və açıq dəstəklərlə. Əgər bu müharibə belə deyək, bu müharibəni siz Çin-ABŞ rəqabəti fonunda dəyərləndirirsiniz. Yəni mən sizdən danışdığınızdan bunu anladım. Əgər bu belə deyək, atəşkəs uzanarsa və yaxud da sülh olarsa, bu rəqabət hansı mərhələyə keçəcək? Məncə rəqabət həmin bu böhranın fonunda davam edə bilər. Yəni enerji yollarına nəzarət edən makroiqtisadiyyata, qlobal iqtisadiyyata bir növ təsir gücünə malik olur. Qlobal iqtisadiyyata təsir gücünə malik olan da güc balansına təsir edir. Yəni burada əslində Amerika Birləşmiş Ştatları əsas rəqib olaraq Çini görür, Pekini görür. Rusiyanı Ukrayna müharibəsi üzərindən zəiflədirlər. İran isə onlar üçün kiçik bir regional aktordur. Ona görə də əgər biz nəzərə alsaq ki, əsas rəqib Çindir, burada bu böhranın həll olunması, tam həll olunması və İranla sülh bağlanılması əslində bu Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun deyil. O halda olar ki, orada başında onun bir fiqur dayanar, bir lider və Amerika Vaşinqtonla tərəfdaşlıq edər. Yəni Çinlə bütün bu razılaşmalardan üz döndərər və belə deyək, Vaşinqtonla hər tərəfli tərəfdaşlıq edər. O halda bəli, yəni İsraildən fərqli olaraq Amerika bu varianta gedər. Amma İran nə qədər bu varianta gedər, mən düşünmürəm ki, İran buna geçsin. Ona görə də bu atəşkəs bir növ uzadılaraq böhranın həll olunmamasının bir elementi kimi atəşkəs uzadıla bilər. Çünki Hörmüz boğazından nə alır ki Amerika Birləşmiş Ştatları? Yəni nə qədər etkisi ola bilər ki orada? Yəni Yaponiyanın burada etkisi var, Çinin var, Avropanın var. Amerika Birləşmiş Ştatları nə qədər etkisi var? Özü hasil edir neftini, Meksikadan alır, Kanadadan alır. Yəni orada elə bir böyük bir etkisi yoxdur Amerika Birləşmiş Ştatlarının. Qaldı ki, yəni burada əslində Elxan bəy daha yaxşı bilər. Trump'ın birinci dövründə əsas rəqib ümumiyyətlə hər zaman Trump Çini görür və bu Amerikanın ümumiyyətlə dövlət marağıdır. Morgenthau'nun dediyi bir məşhur ifadə var. Dövlətlər ideallar uğrunda yox, daha çox güc və maraq uğrunda mübarizə aparar. Yəni Trumpizm əslində budur. Artıq Amerika Birləşmiş Ştatlarına insan hüquqları, demokratiya və s. yəni bu kimi köhnəlmiş ideallar maraqlı deyil. Artıq güc, yəni mən hegemonam, sən də mənim hegemonluğuma meydan oxuyursan və mən səni bu və ya digər vasitə ilə zərərsizləşdirəcəm, sənə qarşı bütün radikal addımları, hansı addımları zəruri hesab edirəmsə, sona qədər atacam. Yəni məsələ bundan ibarətdir. Ona görə bu böhran bitsə belə, tutaq ki, bu böhran bitdi. Başqa bir böhran yaratmaq əslində o qədər də çətin deyil hər iki super güc üçün. Dediyiniz kimi insan hüquqları, beynəlxalq hüquqlar, bunları pozmaqda məqsədi nədir? Yəni bildiyimiz kimi ABŞ-ın yarandığı dövrdən bəri, artıq əlinin gücləndiyi dövrdən, 2-ci Dünya müharibəsindən sonra xüsusən SSR ilə bir soyuq müharibə dövrü keçirdi 1946-dan 91-ə qədər. Son 30 ildə də Çin aktiv formada güclənir. Daha öncəki canlı yayınlarımızda da qeyd eləmişdim. Biz ABŞ və Çinin bu gərgin mübarizəsini necə ki SSR ilə ABŞ arasında olmuşdu, 21-ci əsrin soyuq müharibəsi adlandıra bilərik. Düşünmürəm ki, bu o qədər böyük bir soyuq müharibədir. Yəni o qədər böyük ciddi bir müharibədir, amma ciddi bir rəqabət var. Bu rəqabət başqa lokal müharibələrə səbəb ola bilər. Bu gün İran, dünən deyək ki, başqası, sabah başqası ola bilər. Proses gedir. Yəni məsələn, Əsəd hakimiyyətdən getdi, Maduro qaçırıldı.
İranla Xameneyi öldürüldü. Orban seçkilərdə uduzdu. Ukrayna artıq daha güclüdür və Rusiya pasiv bir mövqedədir hal-hazırda. Pekinə təzyiq var. Pekin əli-qolu bağlı. Deməzdim əli-qolu tam bağlı, amma ən azından ofansiv deyil. Ən azından bir növ müdafiə pozisiyasındadır. Hadisələri, prosesləri müşahidə edir ki, ABŞ hara qədər gələ bilər, ABŞ-ın addımlarına, atdığı addımlara regional aktorlar hansı cavabı verəcək, enerji təhlükəsizliyi hansı səviyyədədir. Yəni Çin bunu müşahidə edir. Çin üçün orada 10 milyard, 50 milyard, 30 milyard o qədər böyük ciddi itki deyil ki, Çin bunun üçün hansısa bir radikal addım atsın, hansısa bir müharibəyə girsin. O baxımdan bu rəqabəti, yəni lokal müharibələrə, marginal, situativ, epizodik hallara bölmək olar. Amma ciddi bir soyuq müharibə bunu adlandırmaq hələ ki ən azından düşünmürəm ki, bunu bu cür dəyərləndirmək olar. Çox təşəkkür edirəm. Erxan bəy, yenidən sizə qayıtmaq istərdim. ABŞ-İran müharibəsi fonunda geosiyasi vəziyyəti uzunmüddətli perspektivdə nə cür dəyərləndirirsiniz? Yəni Vaşinqtonun belə deyək, qazancı və ya strateji itkisi nə ola bilər? Həmçinin Pekinin belə deyək, strateji baxışı burada nədir və mümkün ola biləcək reaksiyaları nədir? Bu müharibədə qalib yoxdur. Yəni bəziləri düzdür, belə fikirlər səslənir. İran güya qələbə çalıb. Yəni nədə qələbə çaldığını aydınlaşdıra bilmədilər. Yəni ölkə dağılıb, liderləri öldürülüb, hərbi imkanları azalıb. Düzdür, indi rejim ayaqda qaldıqca bunları bərpa etməyə çalışacaq. Heç də xalqın sosial problemlərini həll etməyəcək. Ballistik raket istehsalını davam etdirəcək, uranı yenidən zənginləşdirəcək. Amma bəs sosial problemlər, bunları necə həll edəcək? Çünki müharibədən əvvəl də çox dərin iqtisadi problemlər var idi. Məhz buna görə dükan sahibləri etiraza qalxmışdılar ki, Sepah bunun qarşısını qətliamla aldı. Bu məsələlər həllini gözləyir. İki dövlətin resurslarına baxaq. Yəni bu aydındır ki, İran Amerika ilə ayaqlaşa bilməz. Dollar çap maşını Amerikadadır. Yəni istədiyi qədər dollar çap eləyir. Məsələn bir tane, nə qədər milyardlar da xərcləsə, yenidən xərcləyə bilər. Düzdür, bəzən belə fikirlər də səslənir ki, güya Amerika hərbçisi itirsə, müharibədən 8-10 nəfər itirdi, amma müharibə davam etsəydi, yüzlərlə hərbçisi itirsəydi, Trump məcbur qalıb müharibəni dayandıracaq. Bu işlə belə deyil. Amerikanın yaxın tarixini götürsək, 60-70-ci illərdə Vyetnamda müharibə apardı, 10 minlərlə hərbçisini itirdi. Qələbə də çalmadı, Vyetnam biabırcasına tərk elədi. Vyetnamda kommunistlər hakimiyyəti götürdü, amma prezident heç bir təzyiq olmadı. Və yaxud müasir tarixdə 2000-ci illərdə İraqda müharibə apardı. Güya Saddam Hüseynin kimyəvi silahı var, tapa da bilmədilər. Yenə də minlərlə hərbçisini itirdi, 100 minlərlə İraqlı öldü. IŞİD terror təşkilatı məhz həmin dövrdə yarandı. Amma yenə də, yəni Amerikanın tarixində hər prezidentin dövründə 10 ildə kiçik və ya böyük müharibələr olub. Yəni, bu Amerikan siyasətinə təsir etmir, pulu qutarmayıb, hərbi texnikası azalmayıb. Dünyanın super dövlətidir, kifayət qədər hərbi texnikası da var. Dünyada ən çox hərbi bazası olan da ölkədir. Amma İrana gəlin baxaq, İranın bu qədər resursları yoxdur, tab gətirsin. Ona görə Amerikanın bugün strategiyası İranı iqtisadi zəmində boğmaqdır. Bəlkə də müharibəyə fasilə verəcək, amma iqtisadi zəmində boğmağa çalışacaq. Hörmüz boğazında ona görə mühasirədə saxlayır ki, İran neft sata bilməsin. İran da neftini əsasən kimə satırdı? Çinə, ucuz qiymətə. Əvvəl Venezuela satırdı, Venezuelanı Amerika ram etdi, Çin Venezuelanı itirdi. İndi İranı da itirsə, Çin üçün biraz enerji qıtlığı yaranır. Ona görə də Çin əlindən gələni etdi və edəcək ki, İrandakı bu rejim çökməsin. Hərbi texnika da verəcək, kəşfiyyat məlumatlarını paylaşacaq. Haqlısınız, yəni əslində mübarizə Amerika ilə Çin arasındadır, qlobal mənada. Amma Çin belə də 3 böyük dövlət var da, coğrafi ərazisinə görə, iqtisadi gücünə görə. Düzdür, Rusiyanın elə bir iqtisadi gücü yoxdur, amma yenə də Amerika Birləşmiş Ştatları, Rusiya və Çin. Bunlardan ikisi müharibə içindədir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır, 5-ci ilə keçib və ilişib qalıb, irəliləyə də bilmir, işğal zonasını böyüdə bilmir, resursları da tükənir. Və Amerika İranda müharibə. Yeganə Çindir ki, hiyləgər siyasət yeridir. Müharibələrə qarışmır, kənardan işini görür, iqtisadiyyatını böyüdür. İndi müəyyən enerji qıtlığı yaşansa da, amma müharibəni proqnozlaşdıraraq xeyli neft ehtiyatını da görüb əslində. Bir neçə aylıq neft ehtiyatı var. Rusiyadan da zaten neft alır, ucuz neft alır. Afrikanın bir neçə ölkəsindən də alır. Yəni Çinin siyasəti fərqlidir. Çin 2-ci Dünya müharibəsindən sonra bir 50-ci illərdə Koreyada müharibədə olub. Yəni uzun 50-60 ildir müharibə aparmır heç kimlə. Ancaq iqtisadiyyatını düşünür, iqtisadi gücünü artırır, hərbi gücünü artırır ki, bu artıq
Amerikanı da, Yaponiyanı da, Hindistanı, nə bilim Avstraliya, Yeni Zelandiyanı narahat edir. Amma maneələr də, məsələn, Çinin Böyük İpək yolu, bir kəmər bir yol layihəsinin əslində hiyləgər məqsədi var. Bu layihə vasitəsilə müxtəlif qitələrdə mövqelərini möhkəmləndirir. Bu yolun müxtəlif istiqamətləri var. Mərkəzi Asiyadan keçən istiqaməti var ki, Azərbaycan Cənubi Qafqazı da özündə ehtiva edir. Yaxın Şərqdən keçən hissəsi var. Hətta Latın Amerikasına kimi uzanan hissəsi də var idi Venezuela'da. Orada alınmayacaq çünki Venezuela artıq Amerikanın nəzarətinə keçir. Çinin kifayət qədər maliyyə imkanları var ki, investisiyalar həyata keçir müxtəlif dövlətlərdə. Amma hansısa bir dövlət Çinin borcunu qaytara bilməsə, bilməyəndə Çinin siyasi təsiri həmin ölkəyə artır. Məsələn, Mərkəzi Asiya ölkənin nümunəsində biz bunu görürük. Artıq Tacikistanda hərbi bazalar da yaradır. Yəni nüfuzu getdikcə artır. Bu da Amerikanı ehtiyatlandırır Çinin siyasətinə. Amerika Rusiyadan çəkinmir. Rusiya Çindən xeyli zəif dövlət. Xeyli zəifdir, baxmayaraq ki, nüvə silahı var, amma zəif bunu Ukrayna müharibəsi də göstərir. Amma Çinin gücü getdikcə artır və müxtəlif hesablamalara görə 2030-cu ildə bütün sahələrdə Çin Amerikanı üstələyə bilər. Ona görə Amerika da bunun qarşısını almaq istəyir. Cavanşir bəy qeyd etdi, yəni əslində Trumpın bəli səfəri planlaşır. Əslində bu səfər martın sonlarında həyata keçirilməlidir. Amma niyə alınmadı? Çünki Trump düşünürdü ki, İranla müharibəni uğurla nəticələndirəcək, əli güclü halda gedəcək Çin. Alınmadı. Ona görə səfər təxirə salındı mayın 15-16-sına. Hələ bilinmir ki, bu səfər də reallaşacaq ya yox. Çinin də bir məsələsi var ki, o da onun həllini istəyir. Tayvanı nəzarətə götürmək. Amma burada da Çin hiyləgər siyasət yürüdür. Dünyanın bütün ölkələri Tayvanı Çin ərazisi kimi qəbul edir. Amma burada bir fərq var. Amerika və Qərb ölkələri Çinin Tayvanı hərbi yolla nəzarətə götürməsini istəmir. Tayvanla Amerika arasında hərbi əməkdaşlıq var. İndi Çin lideri Xi Jinping qarşıya hədəf qoyub ki, Tayvanı biz nəzarətə götürməliyik. Amma hərbi yol Çinə müəyyən problemlər yaradar. Sanksiyalarla üzləşə bilər, Amerikada qarşı durma güclənə bilər ki, bu Çinə lazım deyil. Ona görə Çin son vaxtlar yumşaq gücdən istifadə edir. Misal üçün, Tayvanın bir prezidenti var, Çinlə belə yaxınlaşmaya əleyhinə. Bir də orada güclü bir müxalifət partiyası var, Kuomintang, o keçmiş Chiang Kai-şekin partiyası. Onun liderini bu günlərdə Pekinə dəvət etmişlər, getdi Xi Jinpinglə görüş. Bu yumşaq gücdür ki, iqtisadi əlaqələrlə Tayvanla, müəyyən siyasi qruplarla əməkdaşlıq etməklə fərqli yolla Tayvanı özünə tabe etdir. Necə ki, Hong Kongu tabe etdir. Hong Kong uzun illər Böyük Britaniyanın müstəmləkəsidir. Amma sonra bir anlaşma oldu ki, 90-cı illərin sonunda qaytarır Çinə. Çin də bir strateji ortaya qoydu. Belə deyək də, bir dövlət, amma iki fərqli siyasi sistem. Yəni, bir dövlət Çindir, amma Çinin əsas hissəsində kommunizm, sosializm sistemidir. Hong Kongda kapitalist sistemidir və bu da problem yaratmır. Tayvan üçün də bu modeli tətbiq etməyə hazırdır Çin. Yəni, sözümün canı odur ki, Çinin siyasəti Amerika və Rusiyanın siyasətindən fərqlənir. Baxın, Rusiya Ukrayna ilə işğalçı müharibə aparmaqla özünü təliyə salıb və Avropaya sata bilmir. Qaz, neft, bazarları itirib. Ona görə ünvan Çindir. Çindən asılı vəziyyətə düşüb Rusiya və Çin də Rusiyadan ucuz qiyməti alır, nefti və qazı. Yəni, ta ki, kranı bağlasa Rusiyanın vəziyyəti daha da ağırlaşacaq. Və əslində belə baxanda... Üzr istəyirəm, sözünüzü kəsdim. Dollarla da bu ticarət getmir. Yuan və rubl üzərindən gedir. Belə bir hədəf var, tam keçə bilməyiblər. Çünki tam dollardan imtina etmək də mümkün deyil. Bunu çoxları elan edir, amma bunu tam həyata keçirə bilmirlər. Çünki dollar özünü möhkəmləndirilmiş bir valyuta sistemidir. Hətta məsələn İranla Çin arasında neft alqı-satqısında da məsələn yuanı durub indi İran nə edəcək? Harda xərcləyir? Dollar belədir ki, bütün dünyada istifadə olunan valyutadır. Rusiya da çalışır ki, indi dolları arxa plana atsın, Hindistanla, Çinlə öz valyutalarına ticarət edir. Amma Hindistan və Çini bu o qədər də maraqlandırmır. Çünki Rus rublu ilə nə almaq olar? Rusiya özü də sanksiyalar altındadır. Ona görə dollardan imtina etməyə çalışsalar da bunu həyata keçirmək o qədər də asan deyil.